jurnalist Ramil xanımı Sevirəm. Bura gələn hər bir ziyalı insanı salamlayıram. Mən Nur Ocağı Ədəbi Məclisinin adından biz Müşfiq müəllimi öz tədbirimizdə salamlamışdıq, təbrik etmişdik. Bir daha salamlayıram sizi Seyran müəllimənin adından və eyni zamanda məclis üzvləri adından. Mən demək istəyirəm ki, Müşfiq müəllim ziyalı bir ocaqda dünyaya gəlib, amma bugün özü ziyalı ocağıdır. Çünki onun elmindən, təhsilindən, düşüncəsindən, fəaliyyətindən bəhrələnən yetərincə insanlar var. O yaxşı dostdur, o yaxşı həmkardır, o vətənpərvar bir insandır. Təbii ki, burada olanlar hər kəs onun haqqında öz xoş arzu və diləklərini dilə gətirir. Mən demək istəyirəm ki, insanlar var ki, məsələn, hər kəs baxır, ətrafını müşahidə edir. Amma görmək qabiliyyəti hər bir insanda mövcud olan bir şey deyil. Baxmaq göz fəaliyyətidir, amma görmək bir insanı, qarşıdakı insanı görmək, duymaq, düşüncə, şuur fəaliyyətidir. Bu baxımdan Müşfiq müəllim görməyi bacaran insandır və mən düşünürəm ki, o görməyi bacaran insanların arasında onların nümayəndəsindən biri də mənəm və ona təşəkkür edirəm bu baxımdan. Müşfiq müəllim ziyalı insandır. Ziyalı o deməkdir ki, onun elmindən, onun düşüncəsindən, onun fəaliyyətindən digərləri də faydalanır, bəhrələnir. Bu baxımdan onun tələbələri bunu təsdiq edə bilər, onun dostluğundan, səmimiyyətindən bəhrələnən insanlar bunu təsdiq edə bilər. Amma eyni zamanda Müşfiq müəllim həm də yaradıcı insanların dostudur, həmkarıdır və təsəvvür edin ki, o öz nəşriyyatında gör nə qədər yaradıcı insanın demək, kitablarının işıq üzü görməsini, eyni zamanda saytda onların yaradıcı fikirlərinin işıqlanmasına dəstək olur. Bu çox önəmlidir, bu çox vacibdir və bu baxımdan mən Müşfiq müəllimə bir daha uğurlar arzu edirəm. Yeni yaşınız düşərli olsun, uğurlarınız davamlı olsun və icazə verin, mən öz şeirimlə fikrimi tamamlayım. Müşfiq müəllim, doğum günün mübarək. Dostlar ünvanlayır, xoş arzu, dilək. Sevinclə döyünsün köksündə ürək. Təbriklər söyləyək, biz əhsən deyək. Səni hər bir zaman bəxtiyar görək. Müşfiq müəllim, doğum günün mübarək. Yorulmasın duyğun, bitməsin sözün. Sənə yoldaş olsun cəsarət, dözüm. Ömür yollarında qoyduğun izin qoy uğur gətirsin. Əhsən söyləyək. Müşfiq müəllim, doğum günün mübarək. Sevgi ilə bəzənsin ömür sarayın. Zəfərlə gətirsin hər günün, ayın. Zirvələrdən gəlsin sovqatın, payın. İnsan əməyi ilə ucalsın gərək. Müşfiq müəllim, doğum günün mübarək. Allah sizi sevsin, sevsin və sevindirsin. Sağ olun, mən də sizə təşəkkür edirəm, Nur Ocağına təşəkkür edirəm, Seyran xanıma təşəkkür edirəm. Ramil müəllim, siz yox idiniz, 4 gün bundan qabaq elə burada onların təmsil elədiyi Nur Ocağı mənim yubileyimi qeyd elədilər. Yüksək səviyyədə iştirak etdilər. Bir daha sizə və bütün kollektivizə təşəkkür edirəm. Var olsun. Borsan Cəmiyyətinin idarə heyətinin üzvü uğurlu